Şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd ediblər. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri Xaçmazda yerləşən müqəddəs möcüzəvi Nikolay Pravoslav kilsəsinə gələrək dini ayinlər icra ediblər. Проживаю здесь 9 лет. Mən 9 ildir ki, Azərbaycanda yaşayıram. Bir günlük tur çərçivəsində Xaçmaza gəldik. Səfər çərçivəsində kilsəyə də baş çəkmək istədik. Bütün dünya xristianlarla, eləcə də Azərbaycanda yaşayan xristianların bayramını təbrik edirəm. Qeyd eləmək istəyirəm ki, Azərbaycan bütün dini etiqadlara hörmətlə yanaşır. Burada insanlar çox qonaqpərvər və xeyirxahdılar. Mən Ukraynalıyam, Bakıda böyümüşəm. Məhəlləmizdə hər millətin nümayəndələri olurdu. Bir yerə toplanıb bayramları qeyd edirdik. Dünyanın heç bir yerində belə ölkə yoxdur. Burada olmağımdan məmnunam. Mən Qusar şəhərindən gəlmişəm. Hər dəfə bayrama bura gəlirik. Bugün Pasxa bayramımızdır. Özümüz də gəlirik vaxt-vaxtında bayramlara iştirak edirik. İndi yoxdur, indi sərbəst, hər şey bizə heç kəs mane olmur. Bir söz deyən olmur. Çox biz razıyıq. Толерантность. Дорогой наш президент господин İlham Əliyev. Azərbaycan tolerant bir ölkədir. Cənab Prezident İlham Əliyev ölkədəki bütün dini qurumlara eyni qayğı ilə yanaşır. Onların rifahının təmin olunması üçün imkan yaradır. Biz rahatlıqla öz etiqadımızı yaşada, kilsələrdə dini ayinlər keçirib dualar edə bilirik. Buna görə də ölkə başçısına öz təşəkkürümüzü bildiririk. Тоже Богу, каждый человек. И мы благодарны за это дорогому президенту.